Qarabağ komandası hərəkətə keçdi. Növbəti transferi reallaşdırır. Bu dəfə möhtəşəm bir hücumçunu Almaniyadan transfer etməyə hazırlaşır Qarabağ komandası. Bu möhtəşəm futbolçunun adı nədir? Bir qədər sonra bu barədə məlumat alacaqsınız. Qarabağ komandası ilə oyun dönüş nöqtəsi olacaq. Bu sözləri mən demirəm. Bu sözləri Atletik Bilbao'nun baş məşqçisi Ernesto Valverde deyib. Ondan əlavə İspaniyanın Atletik komandasının futbolçusu Nico Williams'ın da açıqlaması olmuşdu. Qarabağa 5-6 gol vuracaqlarını və ilk 3 xallarını qazanacaqlarını demişdi. Bu və ya digər maraqlı futbol və transfer xəbərlərindən xəbərdar olmaq istəyirsinizsə sona qədər izləyin. Olduqca möhtəşəm bir video sizi gözləyir. Videonu bəyənin, şərhlər bölümündə də fikirlərinizi yazın. Kanala abunə deyilsinizsə abunə olub bildirişi açıq tutun. Mən isə xəbərlərin geniş təfsilatına keçid alım. Qarabağ Futbol Klubunun rəhbərliyi futbolçuları mükafatlandırıb. Kopenhagen üzərində qazanılan 2-0'lıq qələbədən sonra Qarabağ komandasının futbolçuları bir daha mükafata layiq görülüb. Qeyd edim ki, Benfica ilə oyundan sonra start heyətdə yer alan futbolçuların hər birinə 70.000, sonradan meydana daxil olan hər bir futbolçuya 52.500 və oyunda iştirak etməyən digər futbolçulara isə 25.000 manat mükafat təyin olunmuşdur. Eyni məbləğlər Kopenhagen ilə oyundan sonra da mükafat olaraq futbolçulara təyin edilib. Qeyd edim ki, Atletik Bilbao ilə qarşılaşmada da qazanılacaq uğurlu nəticəyə görə daha böyük məbləğdə mükafatın veriləcəyi gözlənilir. Ümid edirəm ki, Qarabağ komandası Atletik Bilbao'nu məğlub edər. Bu arada onu da nəzərinizə çatdırım ki, Qarabağ komandası növbəti oyununu Atletik Bilbao komandasına qarşı keçirəcək. İspaniyanın Bilbao şəhərində Mames stadionunda başlayacaq oyun Bakı vaxtı ilə saat 20:45-də başlayacaq. Oyun oktyabrın 22-sində keçiriləcək. Dəyərli dostlar, Qarabağ komandası bu dəfə də qələbə qazansa, Çempionlar Liqasının növbəti mərhələsinin qapısını böyük mənada açmış olacaq. Siz nə düşünürsünüz? Qarabağ komandası Atletik Bilbao'nu məğlub edə bilərmi? Hal-hazırda Atletik Bilbao'nun düşərgəsində ciddi itkilər var. 5 futbolçunun sıralara dönmə ehtimalı yoxdur Qarabağla oyunda. Amma onu qeyd edim ki, əsas futbolçu Nico Williams artıq sıralara dönüb və o Qarabağla oyunda qələbə qazanacaqlarını və böyük hesablı qələbə ilə ilk oyunlardakı məğlubiyyətdən sonra yaranan top fərqini, qol fərqini aradan qaldıracaqlarını iddia edib. O bildirib ki, Arsenal'a 2-0, Borussia Dortmund'a 4-1 məğlub olduqdan sonra bu dəfə qələbə qazanmaq istəyirlər və artıq mən də qayıtmışam deyir Nico Williams və Qarabağa ən azı 5-6 gol vuracaqlarını iddia edirlər. Təbii ki, bu onların iddiasıdır. Qurban Qurbanov isə Qarabağ komandası ilə bərabər artıq təhlillərə başladığını, Atletik Bilbao'nun təhlil etdiklərini vurğulayıb. Ümid edirəm ki, hoca bu təhlilləri uğurlu edəcək və növbəti qələbəmizi, növbəti xallarımızı hesabımıza yazacaq. Dəyərli izləyicilər, bir qədər öncə Atletik Bilbao Qarabağ matçı haqqında bəzi məlumatları sizin nəzərinizə çatdırmışdım. İspaniya kütləvi informasiya vasitələri Atletik Bilbao'nun artıq Qarabağdan çəkindiyini yazırlar. Marca nəşrinin yazdığı məqalədə qeyd olunur ki, Ernesto Valverde, yəni Atletik Bilbao'nun baş məşqçisi bu oyuna dönüş nöqtəsi kimi baxır və indidən komanda ciddi şəkildə Qarabağla oyuna hazırlaşır. Qeyd edim ki, hal-hazırda 34-cü pillədədir Atletik Bilbao, 0 xalı var. İlk 2 oyunun hər ikisində uduzub. Arsenal'a 2-0 hesabı ilə, Borussia Dortmund'a 4-1 hesabı ilə. Qarabağ isə 2 oyunda Benfica'nı 3-2 hesabı ilə səfərdə, Kopenhagen isə Bakıda məğlub edib və ilk altılıqda yer alıb. Artıq Atletik Bilbao da Qarabağın nə qədər ciddi rəqib olduğunu dərk eləməyə başlayıb. Ernesto Valverde bu oyunun dönüş nöqtəsi olacağını, Qarabağ komandasını məğlub edib Çempionlar Liqasında növbəti mərhələ üçün ciddi mübarizə aparacaqlarını vurğulayıb. Siz nə düşünürsünüz? Atletik Bilbao dönüş nöqtəsi məhz Qarabağla oyunda olacaqmı, yoxsa bu dəfə də məğlub olacaqlar Qarabağa? Fikirlərinizi yazın gəlsin. Komandamızın Çempionlar Liqasında uğurlu çıxışı təbii ki, bir çox komandaların diqqətini cəlb edib. Ajax komandası, hansı ki Qarabağın da rəqibidir və Bakıda qonaq edəcəyi Ajax komandasını. Ajax komandası Qarabağın müdafiəçisi Elvin Cəfərquliyevə elçi düşüb. Onu diqqətdə saxlayır. Aldığımız məlumata görə Elvin Cəfərquliyev Kopenhagenlə oyunda göstərdiyi oyunla Ajax komandasının diqqətini cəlb etməyi bacarıb. Qeyd edim ki, həmin oyunun ən yaxşısı seçilmişdi Elvin Cəfərquliyev.
Ajax komandası rəsmi təklif göndərməyə hazırlaşır. Görək proseslər hansı istiqamətdə davam edəcək. Biz də bu məsələni diqqətdə saxlayırıq. Xəbər olduqca sizin nəzərinizə çatdıracağıq. Qarabağ komandası Mahir Əmrəli ilə razılığa gəlmək üzrədir. Aldığımız məlumata görə Mahir Əmrəli hal-hazırda çıxış etdiyi Almaniyanın Kaiserslautern klubunda özünü xoşbəxt hiss etmir. Baş məşqçi ilə də fikir ayrılıqları var. Onun İslandiya və Ukrayna ilə Azərbaycan millisinin oyununda iştirak etməsi Kaiserslautern baş məşqçisini narahat edib. Çünki Mahirin kiçik zədəsi olub və baş məşqçi tövsiyə edib ki, milli komandanın düşərgəsinə qoşulmasın, çünki zədəsi ciddiləşə bilər. Amma Mahir milli komandanın düşərgəsinə qoşulub və buna görə də bir qədər fikir ayrılığı yaranıb. Artıq 4 oyundur ki, Mahir Əmrəlinin adı iştirak ərizəsində yoxdur. Bütün bunlara etiraz olaraq Mahir Əmrəli də komandadan ayrılmaq niyyətindədir. Qarabağ komandası da Mahir Əmrəlini icarə əsasında öz düşərgəsinə qoşmaq niyyətindədir. Əgər sövdələşmə baş tutarsa, Qarabağ komandası Mahir Əmrəlinin adını iştirak ərizəsinə də əlavə edə bilər və Çempionlar Liqasındakı növbəti oyunlarımızda Mahir Əmrəli də çıxış edə bilər. Sövdələşmənin baş tutmayacağı yaxın günlərdə tam dəqiqləşəcək. Qeyd edim ki, Mahir Əmrəli milli komandanın düşərgəsindədir hal-hazırda və Azərbaycandadır və aldığım məlumata görə Azərbaycanda danışıqlar davam etdirilir. Milli komandanın oyundan söhbət düşmüşkən, milli komandamız növbəti oyuna çıxmaq üçün Fransaya yola düşəcək bugün axşam saatlarında və ayın 10-da Parisdə Parc des Princes-də milli komandamız Fransa millisinin qonağı olacaq. Qeyd edim ki, son dəfə Fransa millisi ilə qarşılaşanda 10-0 hesabı ilə məğlub olmuşduq. Bu, milli komandamızın ən böyük hesablı məğlubiyyəti idi. İndi Ayxan Abbasovun başlığı altında milli komandamız ümid edirəm ki, uğurlu nəticəyə imza atar, amma bizi olduqca çətin oyun gözləyir. Həmçinin 3 gün sonra ayın 13-də Polşada başlayacaq Ukrayna-Azərbaycan millisinin qarşılaşması da kifayət qədər gərgin keçəcək. Çünki Bakıda keçirilən maçda Ukrayna millisi qələbə qazana bilməmişdi. Bir-birlik keçicə qeydə alınmışdı və Ukrayna millisi öz vətənində kifayət qədər tənqid olunmuşdu. Baxmayaraq ki, İslandiyaya 5-0 hesabı ilə məğlub olmuşduq, daha sonra daha ciddi rəqib olan Ukrayna ilə heç etməyi bacarmışdıq. Bu da Ayxan Abbasovun ilk uğuru idi milli komandada. Ümid edirəm ki, bunun davamı gələcək. Amma futbolçularımız üçün hər iki maç kifayət qədər gərgin olacaq. Həm Fransa ilə, həm də Ukrayna millisi ilə. Nəzərə alsaq ki, milli komandanın düşərgəsində Qarabağın da kifayət qədər futbolçuları var. Qarabağın futbolçularının zədələnmə və yorulma ehtimalı da yüksəkdir. Həm də hazırlaşmaq üçün vaxtları az olacaq Atletik Bilbao ilə oyuna qədər. Ümid edirəm ki, Qarabağın oyununa da bunlar təsir etməz və Qarabağ səfərdə möhtəşəm oyun nümayiş etdirib Atletik Bilbao'nu məğlub edər. Siz nə fikirləşirsiniz? Milli komandamız Fransa ilə və Ukrayna ilə səfər maçında hansı nəticələrə imza atacaq? Qarabağ Atletik Bilbao səfərindən necə dönəcək? Onda o barədə öz fikirlərinizi yazın. Dəyərli dostlar, bir də sizin nəzərinizə çatdırım ki, mətbuatda belə bir xəbər dolaşırdı ki, Qarabağ növbəti ev oyununu məhz Olimpiya stadionunda keçirəcək. Chelsea qarşı maçdan söhbət gedir. Aldığımız dəqiq məlumata görə bu məlumatlar yalandır. Qarabağ komandası Chelsea komandasında Tofiq Bəhrimov adına Respublika stadionunda qəbul edəcək. Uğurlar diləyək. Komandamızın çox çətin oyunları var qarşıda. Hər bir maçda xal kimi baxmalıyıq və komandamıza inanmalıyıq. İnanıram ki, Qarabağ komandası növbəti mərhələni, ən azı playoff mərhələsini təmin etməyi bacaracaq. Hal-hazırda Çempionlar Liqasının cədvəlində 2 oyundan sonra ilk 6 pillədən biri məhz Qarabağa məxsusdur. İlk 6 pillə hər iki oyunda qələbə qazanmış komandalardır. Burada Bavariya, Real Madrid, PSG, Arsenal, Inter Milan və Qarabağ komandası var. Yalnız top fərqinə görə digərlərindən geri qaldığımıza görə 6-cı pillədəyik. Əslində, yəni ilk 1-6-cı yerləri bölüşdürürük. Beləliklə, uğurlar diləyirəm komandamıza. Siz də öz fikirlərinizi yazın. Dəyərli dostlar, bu sizə çatdıracağımız sonuncu xəbərdir. Düşünürəm ki, sizlər üçün də maraqlı xəbərlər oldu. Elə isə videonu bəyənməyi və şərhlər bölümündə fikirlərinizi yazmağı unutmayın. Növbəti daha maraqlı videoda görüşmək ümidi ilə sizlərlə sağollaşıram. Hələlik.